Əziz Səda televiziya izləyiciləri, hər birinizi xoş gördük. Bugün Elmlər Akademiyasının qarşısında Əvəz Zeynalının Sevcanın Məmləkəti adlı kitabının satışıdır. Əslində bu Əvəz bəy üçün bir köməkdir, görürsünüz, hər yerdən axışıb gəliblər. Bax, insanlar növbəyə durublar. Sağ olsunlar, burada məqsəd kitab almaqdır, məqsəd yenə deyirəm Əvəz bəyə köməkdir. Kitabın qiymətindən asılı olmayaraq hər kəs elə çalışır ki, bu qatqıda olsun, nəsə Əvəz bəyə bir köməkləri dəysin. Allah Azərbaycan xalqını qorusun. Doğrudan da qürur verici bir hərəkətdir bunlar. Burada Azərbaycanın görkəmli adamları iştirak edirlər. Daha doğrusu gəlib gediblər. İndi burada gördükləriniz Azərbaycanın deyir 10 milyondan biri, bayaq biri belə bir söz işlətdi, 10 milyondan biriyəm. Amma Əvəz bəyin dostuyam. Əvəz məni tanımır, amma mən onun dostuyam. Qəlbən dostuyam. Çox sağ olsunlar Əvəz bəyə. Doğrudan da Əvəz bəyə böyük burada rəğbət var, böyük. O bunu qazanıb, o bunu cəsarəti ilə xalqın yanında oldu, yəni həmişə xalqın yanında olduğu üçün indi də Əvəz bəyin yanındadır xalq. Allah qorusun Azərbaycan xalqın doğrudan çətin gündə həmişə insanların yanında olmağı seçirlər. Bugün də Əvəz bəyin yanındadılar. Əvəz bəy dayanmadan Əvəz bəy kitabları imzalayır və onu sevənlərə təqdim edir. Görün necə də həvəsinə xalq bu Əvəz bəyə kömək etmək üçün növbəyə durublar. Həqiqətən də qürur vericidir, həqiqətən də. Deməli 3 gündə aksiya davam edir. Bugün aksiyanın 3-cü günüdür, son günüdür. Amma mən belə görürəm ki, bu bir ayda davam eləsə, yenə bu həmin axımı, həmin bu kalabalığı burada görəcək. Çünki Əvəz bəyə doğrudan böyük məhəbbət var burada, çox böyük məhəbbət var. Allah Əvəz bəyi qorusun. Allah onun şəfasını versin. Mən inanıram ki, Əvəz bəy bu xəstəliyində ötəsindən gələcək, bu xəstəliyə də qalib gələcək, yenidən öz fəaliyyətinə davam etdirəcək. Yok, şurada olmalı. O tədqiqatlı orada olmalı. Buradan hər kəsi bu gözəl aksiya dəvət edirəm. Xahiş edirəm Əvəz bəyin bu günündə onun yanında olar. Əvəz bəy elə qürurlu bir insandır ki, heç vaxt heç kimə boyun əyməz, heç kimə hiss ediləməz, amma bugün onun böyük ehtiyacı var. Bugün onun müalicəyə böyük ehtiyacı var, müalicə də pulla. Hər kəsdən xahiş edirəm ki, bu aksiyada yaxından iştirak eləsinlər.